Hamıya salam. Bugün sizinlə birlikdə yeni bir texnikanı yoxlamaq istəyirəm. Daha doğrusu mənim üçün yeni bir texnikadır. Da fluid art boyalarıdır. Bir çox videolarda görmüşəm. Çox istərdim ki, bugün sizinlə birgə bunu təcrübə edim. Bunun üçün bizə lazımdır əlpini, boş kətan, məndə biraz doludur, cızma görə eləmişəm və fluid artın boyaları. Mənim aldığım markada belə boyalar var. 2 ədəd ağ rəng qoyulur. Bu onun üçündür ki, bir çox videolarda izləmişəm. Ağ rəng daha çox istifadə olunur və digər rənglərlə qarışdırılır. Həmçinin içində belə bir qablar var. Siz əgər aldığınız boyada bu qab olmazsa, plastik stəkandan da istifadə edə bilərsiniz. Anladığım qədərilə burada zövqə görə seçim edirik. Məsələn, mən yaşıl rəng çox çarpıcı olduğu üçün sarı, yaşıl bu tonlardan istifadə etmək istəyirəm. İlk öncə biz ağ rəngdən başlayırıq. Şimdi gəldik ən sevdiyim hissəyə. Mavi mənim favori rənglərimdən biridir. Və yaşıl rəng. Xətkeşlə, şpatellə də eləyə bilərsiniz. Məndə xətkeş var. Fenimizi alırıq. Boya tez quruyur. Qurumadan öncə istədiyiniz formaya sala bilərsiniz. Mən məsələn çevirirəm ki, boyam çatmadığı üçün əlavə bol olan yerlər, boş olan yerlərə axsın. Həm də forma olaraq gördüyünüz kimi baxın fırladıram. İstədiyiniz kimi fərqli formalara sala bilirsiniz. Zigzaqlar falan, maraqlı effektlər ortaya çıxır və çox qəşəng olur. Dostlar, siz də bizə qoşularaq bunu təcrübə edə bilərsiniz. Mən çox əyləndim və yeni şeylər öyrəndim. Təbii ki, rənglər falan hər biri zövqə görədir. Mən indi sadəcə bu sınaq idi və bilmədim ki, bu qədər böyük kətan olmamalıdır. Gördüyüm bütün videolarda iri kətanlar idi. Qısacası gəlib bizə qoşulub həm əylənib, həm də öyrənə bilərsiniz. Nəticə budur. Quruduqdan sonra məncə daha qəşəng olacaq. Bir növ Ebruya bənzəyir. Gördüyünüz kimi. Bu da son. Məncə ilk dəfə üçün çox möhtəşəmdir. Gördüyünüz kimi rənglər hamısı bir-birinə qarışıb, artıq qurumuş vəziyyətdədir. Bəzi yerlər nəm qalıb. Siz də belə təcrübələr üçün bizə qoşula bilərsiniz. İmalatxanamız İçəri şəhər metrosunun yaxınlığı funikulyörün düz yanında yerləşir. Ətraflı məlumat üçün DM-ə yaza bilərsiniz. Hələlik.